At. At geçsin. At geçsin. At geçsin, at geçsin. 7 kilovat yarım, 3 laborot, 4 teker, sargı, nol faza. Nol faza yok, 3 faza bağışlayın. Nol faza neydi? At geçsin. Bildiğiniz bir canavardı. Bildiğiniz bir canavar. Bak kalınlığa bak. Bak ot geçmiyor oradan gördünüz. Motorda ne dartınma var ne boğulma var. Biraz kesim kenara, kenardan çekeyim. Orada torpaq oldu. At geçsin, hadi at geçsin, gözleme. Kardeşim bunu faza diyor, o bir aparatlar 3 fazadır, bunu da gözleme. Otun biraz şey oldu, çok balaca eləyir ha bunu. Yoncadan yoncaya farkı var da bizden de. Bayaq sehin qabağına çəkiliş eləmişdik. Bu setki ilə otu 4 cm 5 cm eləyirdi. Amma indi bu setki ilə otu biraz torpaqlı eləyir. Çünki o da otun yumuşaq qalınlığını asıldı. Ot da qədər yumuşaq olsa balaca çəkəcək, çöplü olsa biraz böyük çəkəcək. Bax, at deyilmə qardaşım, 53 saxlama orada. Bax bura bax. At geçsin. 7 kilovat yarım, 3 laborot, 4 teker, mis sarğı. Həm ot çəkir, həm yem çəkir. Motora bax, köhnə Sovet motordur. İndiki o nol fazalar təzə postovka motor qoyuruq. Amma 3 fazalara köhnə Sovetdən qalmış motor qoyuruq. Çünki bunların həm çölü, çuğun sulokdan içərisi tam misdir. At geçsin. Hali, onu da bütöy at. Bütöy bırak geçsin. At geçsin. Koyma qala, ipi gözlə. İş budur, keyfiyyət budur. Danışan biləsvar balası usta Sarxanın özüdür. Çatdırma qoşlama pulsuzdur. Buradan çıxırıq, inşallah gelirik sexə. İndi axşam da olsa 2 dənə kilovat aparatları aparacaq, nol fazaları Oğuz'a aparacaq, Oğuz rayonuna aparacaq. Qardaşım, aparatımızın yiyəsi budur, qardaş takasır. Nətər doğradı? Əladır, süper xeyirli olsun. Görülən işdən gül iyi gələr. Keyf elə. İndi arpa buğda çəkəsən, yoxsa yox? Göstərək yoxsa belə çəkək? Varınsa get çəkək, yoxunsa göstərək. Varsa gətir, arpa da çəkək. İnşallah yer biraz toz torpaq oldu. Çəkiləm, çəkiliş eləyirəm. İş budur, keyfiyyət budur. Doğradığı da budur, göz qabağında, baxın. Canavar, hələ üstünə böyük eləyə qoymuşuq, bu elə doğradı. Gör, nə boyda eləyə qoymuşuq. Bax, maşallah. Çaxlar da ki budur.